Soyuq müharibə. Birinci soyuq müharibə məsələsinə girməmişdən qabaq ilk yaradılan təşkilat haqqında danışaq. Bu təşkilat elə bir soyuq müharibəni demək ki, bugünkü və soyuq müharibədən sonra bugünkü müasir dünyamızda əsas təşkilatlardan biridir. BMT bilirsiniz 1945-ci ildə belə deyək də Krım konferansında BMT ilə bağlı, onun iş mexanizmi bağlı qərarlar verilmişdi. Bu BMT yaradan dövlətlər İngiltərədir, ABŞ-dır və SSR-dir. Sonra 45-ci ildə San Francisco konferansında isə artıq BMT-nin rəsmi şəkildə yaradılması haqqında qərar veriləcəkdir. BMT ümumilikdə Birinci Dünya müharibəsində yaradılan millətlər cəmiyyətindən fərqli olaraq bu dünyada sülhü qorumaq üçün davamlı bir təşkilat olacağını düşünürdü yaradıldığı zaman və dünyadakı sülhü və dövlətlər arası münasibətləri nizamlamaq üçün əsas yaradılmışdı. BMT-nin özünün 5 daimi üzvü var ki, bunlar heç vaxt tərkib dəyişilmir. Həm də bunlar Təhlükəsizlik Şurasının nümayəndələridir. Bunların heç vaxt tərkibi dəyişməyəcək. Çin, SSR deyək ki, müasir dövlət kimi Rusiyadır, ABŞ-dır, İngiltərədir və Fransadır. 2 də qeyri-daimi üzvü var. Yəni bunlarla bərabər Təhlükəsizlik Şurasından bir illiyinə bir növ belə deyək də həm rəhbərlik elə, həm də o dövlətlərdən otururlar nümayəndələr orada əsas qərarları o dövlətlərdən biri verir. Bundan sonra dedik ki, BMT-nin bir də ki, ümumi bir təşkilatdır. 190-a yaxın bir ölkə orada iştirak edir və 190-a yaxın bir ölkə belə deyək də orada mühüm qərarların səs verməsini keçirir və oradakı problemləri həll edir. BMT-nin ümumilikdə daxilində fondlar var ki, bunlar UNESCO-dur, ISESCO-dur, UNICEF-dir, sonra Beynəlxalq Valyuta Fondudur, üstü, yəni Ümumdünya Səhiyyə Təşkilatıdır. Bunlardır və bunlara daxil olan dövlətlər müəyyən miqdarda pul ödəyirlər. Burada adı üstündə UNICEF uşaqlarla bağlı olan problemləri həll edir. Üst səhiyyə dünyada qlobal pandemiya məsələlərində qlobal qərarlar verir və bu qərarları bütün dünya dövlətlərinin tətbiq eləməsinə təkan verir. Məsələn, Beynəlxalq Valyuta Fondu dünya dövlətlərində harda böhran varsa, hansısa bir dövlətin iqtisadi böhranı varsa, çətinlik varsa, ona maliyyə vəsait ayırır. Təbii ki, bu faizlə olan bir şeydir, yəni borc verilir ki. Bir də ki, dediyimiz digərləri isə UNESCO-da tarixi memarlıq abidələrinin qorunması, nadir belə deyək də, binaların və onların restavrasiya olunması, onların qorunması, mühafizəsinə xüsusi önəm verən bir təşkilat, yəni fondlar olacaqdır. Soyuq müharibə. Soyuq müharibə niyə yaranacaqdı və necə yaranacaqdı? İkinci Dünya müharibəsinin sonlarına yaxın keçmiş müttəfiqlər arasında ziddiyyətdə yaranmağa başlanmışdı. Yəni ABŞ-la SSR arasında artıq maraqlar məsələsi toqquşmağa başlandı. Bu maraqların birinci toqquşma məsələsi İrandır. Bilirsiniz ki, İranda 1941-1946-cı ildə Pişəvəri hərəkatı baş verir və bunun 1945 və 1946 məsələsi dünya dövlətləri arasındakı ABŞ-la SSR məsələsində bir növ ilk qığılcımları verəcəkdir. Həm bundan paraleldə digər məsələlər də soyuq müharibəni təkan verən hadisələrdən biri olacaq. 1945-də müharibə bitəndən sonra Churchill 1946 Fultonda çıxışında Şərqi Avropa ölkələri üzərinə bir növ belə deyək, dəmir pərdə endi ifadəsini işlədərək soyuq müharibənin əsasını qoyacaq. Bu dəmir pərdə nədir? Bilirsiniz ki, müharibə 44-də SSR ərazisindən keçir Şərqi Avropaya. Şərqi Avropanı SSR yavaş-yavaş tutur və burada Krım konferansında qərb qanadlarını, yəni qərb ərazilərini tanıdı. Həm də Şərqi Avropa ölkələrində sosialist rejimli dövlətlərin yaranmasına təkan verəcək fəaliyyətlər göstərəcək. Və 46-cı ildə Churchillin çıxışı ilə hadisələr təkan verəcəkdir. 1947-ci ildə isə Truman və Marshall planlarının qəbul edilməsi ilə əməli adına atılacaq. Baxın, ilk çağırışı Churchill 46-da eləyəcəkdir. 47-də isə Truman doktrinası ilə birbaşa kimə qarşıdır? SSR-yə qarşıdır. Hansı dövlətləri qorumaq adına? Yunanistan və Türkiyə, düzdür? Bir də Marshall planı isə maliyyədir. Yenə SSR təhlükəsinə qarşı qorumaq naminə, həm də iqtisadiyyatı canlandırmaq naminə tətbiq edəcək. Bunlar isə əməli addımlar atılacaq. Bu 1947 Marshall planı tətbiq olunduğu ölkələrə əgər hansısa dövlət tətbiq edirsə, o qapalılıqdan imtina eləməlidir, Türkiyədə kimi, bilirsiniz, Türkiyə qapaqdan imtina edir. ABŞ-ın xarici valyutasını qəbul eləməlidir, xarici məhsullarını qəbul eləməlidir, ABŞ məhsullarının gömrük tariflərini aşağı endirməlidir, güzəştlər edilməlidir və bunun qarşılığında, belə deyək də, ABŞ bu Marshall planı tətbiq edir həmin ölkələrə. Marshall planı çox mükəmməl strategiyadır. Düşünün ki, misal üçün, deyək ki, mən Ramala bunu istehsal etmək üçün aparat verirəm, düzdür? Ramal bunu istehsal edir. Aparatın ömrü 5 ildir. 5 ildən sonra xarab olandan sonra aparatın yalnız
belə deyək də, hissəsi harda satılacaq? ABŞ-da satılacaq. Ramal məcbur bir də təzədən ABŞ-a müraciət edəcək ki, yəni o texnikanı alsın, təzədən bu istehsalat davam eləsin, dayanması. Bu da yeni bir borc, yeni bir asıllıq deməkdir. Yəni ona görə də Marshall planı çox mükəmməl bir plan hesab olunacaq. 47-ci ildə Böyük İttifaqın, yəni hansı ki bu ABŞ, İngiltərə və SSR-in son iclası olacaqdı və son iclasda artıq dünya dövlətləri 37-ci il sərhədlərinə qayıdacaqlar. 1948-ci ildə Çexoslovakiyada kommunistlərin hakimiyyət çevrilişi baş verəcəkdi və hakimiyyət çevrilişi baş verəndən sonra bütün Mərkəzi Avropa Şərqi Rusiyanın, yəni SSR-in tabinə keçəcək. Yəni Çexoslovakiyada SSR hökumət yaranacaqdı, yəni Sovet modeli rejim yaranacaqdı. Elə bir Sovet modeli rejim yaranması bir növ kimə tabe olmaq deməkdir? SSR-ə tabe olmaq deməkdir. Bu isə Mərkəzi Avropada kommunist ideologiyasının güclənməsi demək olacaq. 1948-də bu hadisə baş verəcək. 49-a qədər SSR Amerika və onun müttəfiqlərinə ehtiyatla davranır. Çünki Amerikada nüvə silahı yoxdur, amma Amerikada, daha doğrusu SSR-də nüvə silahı yoxdur, amma Amerikada var. Onun üçün SSR bu məsələyə biraz ehtiyatla davranır. Amma 1949-da SSR nüvə silahına sahib olacaqdı. Bir də 49-da Çində vətəndaş müharibəsi qutarıb hansı rejim yaranacaqdı? Kommunist rejim yaranacaqdı. Baxın, 40-cı illərin Şərqi Avropası ilə burada misal çəkirəm konkret. Polşa, Latviya, Litva, Estoniya, sonra plus Almaniya, sonra Çexoslovakiya, Yugoslaviya və Çin. Bunların hamısında 40-cı illərdə nə yaranmışdı? Sovet modelli rejimlə və ya da kommunist modelli rejimlə yaranacaqdı. Oxşar cəhət kimi götürəcəksiniz. 49-cu ildə SSR-nin nüvə silahına sahib olması, Çinin komünist tipli rejim olması artıq komünist ideologiyasının nüfuzunu nə etməyə başlayır? Qaldırmağa başlayır. Və SSR-in mövqeyini gücləndirməyə başlayacaqdır. Çünki SSR Çin kimi böyük bir dövlətdə özünün ideologiyasına uyğun bir dövlət qurmuşdu. Həm də ABŞ-la artıq bərabər olacaq nüvə başlı raşetləri nə eləmişdi? Əldə eləmişdi. Ona görə mövqeyi güclənəcək. Soğuq müharibə ilk çatırtı səslərindən biri də Koreya məsələsidir. Koreya 45-ci ildə Yaponiyanın işğalından azad olunanda Şimali Koreyanı SSR tutmuşdu, Cənubi Koreyanı isə ABŞ tutacaqdı və təbii ki 1948-də, yəni 1948-ci ildə Şimali Koreyada nə yaranacaqdı? Sovet modelli rejim yaranacaqdı, Cənubi Koreya isə Amerika milli rejim yaranacaqdı, yəni demokratik milli rejim yaranacaqdı 48-ci ildə. Həmçinin bilirsiniz də 1947-də də İsrail dövləti və Fələstin dövləti yaradılması haqqında qərarlar veriləcək. Yəni 40-cı illərdə yaradılan dövlətlər hansılar olur? İsrail, Fələstin, Şimali Koreya, Cənubi Koreya, sonra bundan paralel, yəni bu dövlətlər yaranacaqdı. Yaranan dövlətlər də bunlar, yadınızda saxlayın. Yeni yaranan dövlətlər. Sovet modelli rejimlə yarananda artıq bura Yugoslaviya, sonra Çexoslovakiya, Polşa, Latviya, Litva, Estoniya məsələlərinə qatılsın. Sonra 1949-cu ildə Soğuq müharibənin ilk böhran saydığımız Almaniya məsələsi. Bilirsiniz ki, AFR yarandı, bir də ADR yaranacaq. AFR və ADR yaranacaqdır. AFR-i bilirsiniz, Amerika dövlətləri, Amerika və onun tərəfdarları yaradacaqdır. ADR-i də zaten bilirsiniz ki, SSR modeli dövlət yaranacaqdır. 40-cı illərdə beynəlxalq təşkilatlar da yaranmışdır. 1. ABŞ və onun müttəfiqləri olan Kanada və Qərbi Avropa NATO-nu yaradacaqdır, hərbi birliyi SSR-yə qarşı. 49-da isə SSR-i GİŞ yaradacaqdır. Baxın, NATO-nu yaratdı, bir də GİŞ yaradacaq. GİŞ nədir? Qarşılıqlı İqtisadi Yardım Şurasıdır. ABŞ-ın Marshall planına cavab olaraq 49-da SSR-i də öz müttəfiqlərinə nə ayıracaqdı? Maliyyə yardım ayıracaqdı. Məsələn, deyək ki, Çexoslovakiyaya, Polşaya, Latviya, Litva, Estoniyaya məsələn maliyyə yardım ayıracaqdı 49-cu il. 50-ci illər böhranlara baxdığımızda birinci 1953-cü ildə Şimali Koreya KXDR-i Cənubi Koreyaya hücum edir, SSR və Çinin dəstəyi ilə və Cənubi Koreyanı ələ keçirir. Amma BMT-nin qərarına ABŞ əsas orada qüvvə kimi ordusunu göndərir və 50-53 Koreya savaşında yenə yəni belə deyək də Şimali Koreya və Cənubi Koreya əvvəlki olduğu yerə qalırlar. Coğrafiyası yaxşı bilirdi, 48-ci meridiandan belə kəsir də, onu indi siz yaxşı bilərsiniz, mən bilmirəm.
Yəni o cəhətdən deyil. 50-53-də Koreya müharibəsini Cənub Koreya ABŞ-ın dəstəyi ilə işğalı sonlandırır və öz ərazi bütünlüyünü yenidən bərpa edəcək. Yaxşı. 50-ci illərdə, 53-cü ildə artıq yumşalma sistemi başlayacaq dünya dövlətləri arasında. Yumşalma sistemi necə olacaq? 1953-də Stalin ölür. Stalin öləndən sonra SSR-in mövqeyi yumşalır. Xruşov gələcək. Xruşovun isə ABŞ-a münasibəti bir növ loyal idi. Yəni bir növ mehriban da yəni olsun. Məqsəd iqtisadi cəhətdən biraz şey olsun. Və bu vaxt 1955-ci ildə SSR-i VMT yaradacaq. VMT nədir? Varşava Müdafiə Təşkilatı. Bu hərbi təşkilatdır. Nəyə qarşı yaradılmışdı? Birbaşa NATO'ya qarşı yaradılan bir hərbi təşkilatdır. Bunu isə kimlər yaratmışdı? SSR yaratmışdı. SSR və onun müttəfiqləri Varşava Müdafiə Təşkilatına üzv idilər, yəni nümayəndələrinə üzv olacaq. Sonra bundan sonra nə deyəcəkdik? 1956-cı ildə bir çox belə deyək, 56-57-ci illərdə daha doğrusu bir çox nailiyyətlər əldə olunacaqdı SSR tərəfindən. Məsələn, kosmosa peyk göndəriləcəkdi. Sonra SSR ilk dəfə olaraq 50-ci illərdən söhbət edir. 56-50-ci illərdə ilk dəfə olaraq bütünarası ballistik raketini tətbiq edəcəkdi, yəni burada. Sonra Avropa dövlətləri Avropa İqtisadi Birliyi yaradacaqdı 50-ci illərdə. Yəni bunların hamısı 50-ci illərdə baş verən hadisələrdir. Gəldi 1959-cu ildə Kubada çevriliş baş verir. Kommunistlər Fidel Castro'nun rəhbərliyində Kubada hakimiyyəti ələ alır və qanuni hökuməti devrilir. Buna cavab olaraq Amerika Birləşmiş Ştatları Kubanı dənizdən tamamilə mühasirəyə alacaq. Təbii ki, Fidel Castro kommunist olduğu üçün ona kim kömək eləyəcək? SSR. SSR nüvə başlı raketlərini Kubaya yerləşdirəcək. 1959-1962-ci ildə Kuba böhranı deyilir buna. Kuba böhranı. Və 1961-ci ildə Berlin böhranı. Bunu birazdan girəcəm bu məsələyə. Kuba böhranı dünya tarixində ilk nüvə başlıqlı müharibənin təhlükəsini göstərirdi. Lakin Kennedy'nin yumuşaq siyasəti, həmçinin Xruşovun yumuşaq siyasəti bu məsələni dayandıracaqdı və SSR-i Kubadan raketlərini geri çəkəcəkdi. ABŞ da söz verəcək ki, Kubaya heç bir hərbi müdaxilə olunmayacaq, Kuba ilə mənim işim yoxdur və mən Kuba məsələsinə dəymirəm, toxunmuram. Yəni belə bir şey. Berlin böhranı olacaqdı. Bilirsiniz ki, Berlinin şərqi SSR-in, ADR-in paytaxtıdır, qərbi isə blokada edilmişdir. Almanlar 50-ci, 60-cı illərdə artıq şərqdəki, yəni SSR-in tərkibinə qarşı qalan almanlar qaçırdılar Qərbi Berlinə. Qərbi Berlində ADR-in tərkibindədir, AFR-in tərkibində daha doğrusu. Və SSR dəfələrlə təklif edir ki, Berlin ya verilsin BMT-nin nəzdinə, ya da birləşdirilsin tamamilə SSR. Çünki ADR-də yaşayan insanların AFR-yə qaçması SSR-in beynəlxalq nüfuzuna, imicinə ziyan edir. Niyə ziyandır? Demək, orada qarşı tərəfdə həyat nədir? Yaxşıdır ki, buradakı insanlar qaçırdı ora, başa düşdünüz. Ona görə də 61-ci ildə gecə ilə SSR Berlin ətrafından divarlar çəkəcək. Bu tarixə Berlin böhranı və ya da Berlin səddi kimi düşəcəkdir. 60-cı illərdə bu proseslər başlayır. 63-dən etibarən artıq SSR Avropadan taxıl idxal etməyə başlayır. Yəni münasibətlər yaxşı olduğu üçün artıq taxıl almağa başlayacaq. Lakin 60-cı illərdə regional müharibələr vardı. Bu regional müharibələrdən biri Vyetnam müharibəsidir, 1965-73 bilirsiniz, ABŞ müdaxilə edir. İkincisi isə Ərəb-İsrail münaqişəsidir, onu da bilirsiniz ki, 67-ci ildə baş verən bir münaqişədir, regional müharibə. Həmçinin bu dövrdə SSR ilə Çin arasında da toqquşmalar baş vermişdir. Bu da bilirsiniz, Damask adası uğrundaydı. Bir də nüfuz uğrunda mübarizə olacaqdı. Yəni 60-cı illər böhranları burada olacaq. Gəldi 70-ci illərə. 70-ci illər. Yumuşalma dövrünün pik hədlərindən biridir 70-ci illər. 1972-ci ildə strateji silahların məhdudlaşdırılması adlı saziş imzalanır. SMN-1. SMN-1-ləri kim imzalayır? ABŞ-la SSR arasında imzalanacaqdı. Strateji silahların məhdudlaşdırılması. Bu ballistik raketlərdir, qitələr arası raketlər, hər tərəf münasibətlər normallaşmağa çalışır. 70-ci ildə. Bunu bilirsiniz. Sonra 1974-cü ildə regional münaqişə olan Kipr böhranı baş verəcəkdi. Bilirsiniz, Türkiyə Kiprə qoşun yeridəcəkdi və Kipri şimalda özünə birləşdirəcəkdi. 1975-ci ildə Helsinki konferansında ABŞ, SSR, Avropa dövlətləri və Kanada
nə edəcəkdi? Avropa Təhlükəsizlik İqtisadi Birliyinə, ATƏM-i yaradacaqdı. Avropa Təhlükəsizlik Əməkdaşlıq Müşavirəsi. ATƏM-i yaradacaqdı. 75-ci ildə ATƏM yaradıldı. ATƏM yaradıldı 75-ci ildə. Bu yumşalmanın ən zirvəsi idi. Yəni artıq həm iki qütbə bölünən dövlət, yəni ABŞ və SSR barışmaq istəyirdi. Amma 70-ci illərin sonlarında soyuq müharibədə sonuncu termin olan son tutaşma baş verəcək. SSR-i bilirsiniz də, Brejnevin dövründə daxildəki iqtisadi böhranları insanların fikrini yayındırmaq üçün, bir də radikal İslamçılığın Mərkəzi Asiyada yayılmasının qarşısını almaq üçün 1979-cu ildə Əfqanistana qoşun yığdı. Bu ABŞ-ın 2001 tarixinə oxşayacaq. Əfqanistana qoşun yığdı. Üstünə də Şərqi Avropada nə yerləşdirəcək? Raketdə yerləşdirəcək. Və bu, ABŞ bunu qəbul eləmir. 1980-ci illərdə Moskvada Olimpiya oyunlarını boykot edəcəkdilər. Sonra taxıl ixracına qadağan qoyacaqdılar. Sonra bu texnologiyanın belə deyək də SSR satılmasına qadağan edəcəkdilər. Və 1983-cü ildə Reagan daha radikal addım olaraq strateji müdafiə təşəbbüs planı, yəni Ulduzlar Müharibəsi adlı proqramı qəbul edəcəkdir. Bu birbaşa SSR-nin raketlərini uzaydan izləyərək hər hansı bir raketin fəaliyyətinə qarşı yerindəcə partlatmalıdır. Yəni SSR-ni partlatmaq məsələsidir və dünya çox böyük bir təhlükə alır. O dövrdə SSR-də Andropov idi rəhbər, yəni hələ də, yəni Andropov dedi ki, problem deyil də, yəni toqquşaq da, yəni mənim vecimə deyil, kimdə qaldı söhbət idi. Amma 1985-ci ildə Qarbaçov gəlir və münasibətlərdə nə olacaq? Yenə də təzyiq düşəcək aşağı, yəni səngimə baş verəcək. 1986-cı ildə Ukrayna Çernobyldə nüvə reaktoru partlayacaqdı və dünya hər an belə deyək də nüvə reaktoru təhlükəsinə qarşı-qarşıya qalır. SSR bunu nə qədər gizlətsə də sonradan açıqlanacaqdı. Sonra 1987-ci ildə artıq və 1988-ci ildə SSR-yə qarşı bir növ çıxışlar baş verəcəkdi. Şərqi Avropa ölkələrində çıxışlar baş verəcəkdi. 1989-cu ildə Berlin divarı söküləcəkdi. Bir də 85-88 aralığında SSR-in ABŞ arasında bilirsiniz də yaxın və orta mənzərəçədən ləğvi ilə bağlı danışıqlar aparılacaqdı və 87-də nüvə başlanan ləğvi ilə bağlı razılıq əldə edəcəkdi. SSR-i yəni 87-də nüvə başlayacaqda buraxacaq. 89-da dedik Berlin divarları söküləcəkdi. 1990-da Almaniya birləşdiriləcəkdi. 1991-ci ildə isə həm Almaniya birləşdirildi 90-da, bax 3 hadisə var. Almaniyanın birləşdirilməsi, Şərqi Avropa ölkələrinin SSR-in tərkibindən çıxması elan verirlər. Bir də 90-da azad olunmuş, yəni yeni Avropa xartiyası, Paris xartiyası qəbul olunacaq. Yəni hansı ki bu SSR-in tərkibindən çıxan Şərqi Avropa dövlətləri var. Onlar birbaşa çıxan kimi AİB üzv oldular. Başa düşdünüz? AİB üzv olduqları üçün müəyyən dövlətlər həmən dəqiqə üzv oldu, müəyyənlər isə müəyyən müddət sonra üzv oldu. Və bunlar isə Paris xartiyası adlanan yeni dövlətlərin yaranması xartiyasıdır. Yəni Paris xartiyası adlanacaq 90-cı ildə. Paris xartiyasına qoşulan hər bir dövlət BMT-nin və ATƏM-in bütün öhdəliklərini öz üzərinə götürmüş elan olunacaq. Yadınızda qalsın. 91-ci ildə Avropa İqtisadi Birliyi Avropa İttifaqı adı altında dəyişdiriləcəkdi. 91-ci ildə SSR-i dağılaraq soyuq müharibə ABŞ-ın qələbəsinə yekunlaşacaq. Və beləliklə dünyadakı tək qütblü sistem yaranacaqdı və iki qütbə bölünməsi prosesi başa çatacaqdı. Tək qütblü sistem nə deməkdir uşaqlar? Soyuq müharibə dövründə bir ABŞ var, bir SSR var. Bir ABŞ tərəfdarları var, bir də SSR tərəfdarları. Amma tək qütblü sistemdə isə yalnız hansı dövlət var? Amerika Birləşmiş Ştatları. George Bush SSR-in dağılmasından sonra çıxışında elan edir ki, dünyada artıq yeganə tək güc Ata Bushdan söhbət burada. Dünyada yeganə tək güc olacaq Amerika Birləşmiş Ştatları və bununla da tək qütblüyün əsası olacaq. Tək qütblük ümumilikdə götürülür 1991-dən 2008-ə qədər. Amma tək qütblük müddətində Amerika bilirsiniz də 1994-də Budapeşt, 1996-da Lissabon, 1999-da İstanbul sammitlərində ATƏM-in belə deyək də ATƏM üzvü kimi çıxış eləmişdi. Orada öz hegemonluğunu hardasa ifadə edirdi.
Lakin 2001-ci il 11 sentyabr hadisələri ABŞ-ın mövqeyini zəiflədəcəkdir və Amerika mövqeyinin zəifləməsi Amerika qarşı yeni güclərin meydana çıxmasına gətirib çıxacaq. Bu hansılardır? Cənubi-Şərqi Asiya İttifaqı, Avropa İqtisadi Birliyi dediğimiz Avropa İttifaqları, yəni bunlar güc çıxacaq. Həm də bu dövrdə Amerikanın belə nüfuz sahibi olması səbəbi Rusiyanın 91-99 dövrü zəif dövrünə düşəcəkdir. Yəni keçid dövrünə düşəcək deyə çox səsini çıxada bilməyəcək bu məsələlərə. Sonra bu dövrdə 1997-ci ildə, hətta 1997-ci ildə Rusiya ilə NATO arasında bir-birinə düşməsini etməmək haqqında pakt imzalanacaq. Bu nə deməkdir? Yəni misal üçün deyək, Ermənistan Rusiyanın forpostudur deyək, bazaları orada yerləşir. NATO Ermənistana müdaxilə eləməyəcək. Yəni Ermənistanda hər hansı bir qərb yönümlü prezidentin hakimiyyətə gəlməsinə təkan verməyəcək. Başa düşdünüz? Yəni heç kim sərhədinə toxunmayacaq. Hamı olduğu yerdə qalacaq mənasında. 2011 sentyabr Amerika nüfuzunu sarsıdacaq. 2008 isə 5 günlük müharibə olan, tarixə 5 günlük müharibə düşən Rusiya-Gürcüstan savaşı baş verəcək. Bu Amerikanın artıq demək olar ki, tamamilə tək qütblüyünü başa çatdıracaq. Bu necə olur? 2003-cü ildə Gürcüstanda inqilab baş verəcəkdi. Rus yönümlü hakimiyyət gedəcəkdi, qərb yönümlü hakimiyyət gedəcəkdi. Mikhail Saakashvili gəldi və Saakashvili demək olar ki, bütün çıxışlarda Rusiya əleyhinə olacaqdı və Rusiya əleyhinə propaganda həyata keçiriləcək, fəaliyyət göstəriləcək. Hətta Qafqaza Amerika prezidenti George Bush səfər edəcəkdi 2008-ci ildə, ya 2007-də, yadımda tam qalmayıb. O səfərində belə Gürcüstana səfər edəcəkdi. Azərbaycan və Ermənistana gəlməyəcəkdi. O dərəcədə. Və Saakashvilinin belə bir növ belə dedi, arxasını kollayacaq ki, narahat olma da, sən yəni bizdəki kimi Qarabağ məsələsi kimi onlarda da Acaristan və Osetiya məsələsi var. Sən onlara müdaxilə eləsən, biz sənin arxandayıq. Rusiya nəsə eləsə, biz sənin arxanda söhbət olacaq. Və 2008-ci ildə Saakashvili bunlara arxan olub. Acaristan və Osetiyaya hərbi müdaxilə eləyir. Acaristan Osetiya gözünə döndüyü birbaşa Rusiya müraciət edir ki, bəs məni tutmaq istəyir və Rusiya Gürcüstana müdaxilə edir. Rusiya Gürcüstana müdaxiləndə Amerika, Fransa və İngiltərə sadəcə danışmaqla yetinir. Yəni hər hansı bir dəstək göstərmir. Bu isə artıq Amerika qarşı münasibətlərdə, yəni Amerika güya Rusiya qarşısında güclüdür fikrini tamamilə məhv edir və dünyada yeni gücün olduğu, yəni Rusiyanın olduğu sübut olacaq. Ona görə də tək qütblü sistem tamamilə başa çatacaq. Bu dövrdə bir də qloballaşma var uşaqlar. Müasir dövrdə yadda saxlanın, artıq ordusu çox güclü olan, nə bilim, güclü silahlanmaya malik olan dövlət yox, iqtisadiyyatı güclü olan dövlət hesab olunacaq və güclü hesab olunacaq. Və qloballaşma nədir? Böyük 20'li adlı bir təşkilat var. Dünyanın ən güclü iqtisadiyyata malik 20 ölkəsi. Bunlar istədikləri qərarı verirlər. Məsəl üçün 20 ölkə qərar verir, 173 ölkə o qərara əməl eləməlidir. BMT-nin geri qalan dövlətləri. Və bu qlobalçılar deyirlər ki, xeyr, elə dünya yoxdur. Əgər qərar verilirsə, bunu bütün dünya dövlətləri iştirak edib qərar verməlidir. Baxın, buna qlobalçılar deyilir, yəni qlobalistlər deyirlər. Bu dövrdə həm də 3-cü dünya ölkələri yaranacaq. 3-cü dünya ölkələri nədir uşaqlar? Biz keçdiyimiz Avropa dövlətləri, İngiltərə, Fransa, dövlətlərin Belçika, Hollandiyanın müstəmləkədən azad elədiyi dövlətlər vardı. Hansı ki, Hindistandır, nə bilim, Afrika ölkələridir falan. Bunlar özlərinə 3-cü dünya ölkələri deyirlər. Bu dünya ölkələri inkişaf etməkdə və ya da zəif inkişaf eləmək olan ölkələrdir. 3-cü dünya ölkələri 1955-ci ildə özlərinin varlıqlarını elan edirlər ki, yəni biz də varıq dünya arenasında və biz də bir gücüyük, biz də bir qüvvəyik. 1961-ci ildə isə Qoşulmama adlı təşkilat yaradırlar konferansda. Qoşulmama adlı təşkilatı yaradanlar əsas sədrləri Hindistan, Yugoslaviya və Misir olacaqdır. Və 3-cü dünya ölkələri soyuq müharibə dövründə elan edirlər ki, biz heç bir məsələyə qarışmırıq, nə Sovet yönümlüyük, nə ABŞ yönümlüyük və biz özümüz bir tərəfik və heç bir bloklara qoşulmuruq. Elə adı üstündə də qoşulmama hərəkatı buna görə adlandırılır. Amma bu dünya dövlətlərinin maddi cəhətdən vəziyyətlərinin ağır olması və iqtisadi cəhətdən geri olması bunların ya SSR-yə meyilli siyasət edib SSR-dən maliyyə vəsait almasına, ya da ABŞ-a meyilli siyasət edib ABC-dan maliyyə vəsait almasına təkan verəcək. Azərbaycan isə 2011-ci ildə bu təşkilata üzv olacaqdı. 2018-ci il qərarına görə 2019-dan 2023-ə kimi Azərbaycan bu təşkilata rəhbərlik eləməlidir. Və rəhbərlik elədiyi müddətcə Qarabağ müharibəsi baş verir və Qarabağ müharibəsində qoşulmamalı təşkilatın dövlətləri hamısı Azərbaycanı dəstəkləyəcəklər əslində. Lakin Azərbaycan 2022-də təşkilata rəhbərliyi başa çatması söhbəti var idi, yəni başa çatmalı idi. Lakin
qoşulmama hərəkatının digər, yəni sədrlik eləyəcək ölkə hələ buna hazır olmadığı üçün Azərbaycanın sədrliyi bir illiyinə də olsa yubadılacaqdır və uzadılacaqdır. Bu da sizin soyuq müharibə dərsiniz.